Sual. Çay soydası müəyyən temperatur x qram suya əlavə edilir və doymuş məhlul yaradılır. Alınmış məhlulun kütləcə 5/1 hissəsi həll olan maddə təşkil edərsə, çay soydasının həmin temperaturda həll olma qabiliyyətini hesablayın. Baxın, çay soydasını nə qədər götürürük bilmirik. Amma burada yazıb ki, mötərəzənin içərisində 100 qram su götürürük. Onda burada da yazıb ki, alınmış məhlulun kütləcə 5/1 hissəsini həll olan maddə təşkil edir. Həll olan maddə, yəni çay sodası nə qədərdir bilmirəm, x-dir. Su 100 qramdır yazıram. Bölürəm, 5/1 hissəsi deyəndə 5/1-ə vuranda elə 5-ə bölürsən də. Bərabər isə deyir həll olan maddəyə, yəni x-ə. Həll olan maddə nə qədərdir bizə verilməyib. X plus 100 bərabərdir 5x. 4x bərabərdir 100-ə. X də bərabərdir 25-ə. Həll olan maddəmiz oldu. İndi KH tapmaq istəyirik. KH tapmaq istəyəndə isə düsturumuz necə idi? M maddə bölünsün M su vurulsun 1000. Amma burada dəstə yazıb 100-dəndir. 100 şərtimizdə 100 verdiyi üçün M maddə bölün 25, M su vur 100, bu da 100-ə. Deyir cavab 25.